Bu əlimdə gördüyünüz qırmızı rəngli meyvələr. Buna adətən uzun ömürlük meyvəsi, ölümsüzlük meyvəsi deyirlər. Bu goji beridir. Goji berinə türklər kurt üzümü də deyirlər. Elə üzümə də oxşuyur. Turşməzə bir dadı var, amma rahat yeyilə bilir. Bunun kompotunu da hazırlamaq olar. Goji beri arıqladan məhsul kimi dünyada tanınmağa başladı. Çünki antioksidanttır, həm də metabolizmi sürətləndirir və əgər çox ciddi ağır yeməklər yeyirsinizsə, goji berinin çayından içsəz, sizdə demək olar ki, heç bir çəki artımı olmayacaq. Və vitamin deposudur. Belə deyərdim ki, A vitamini ilə ən çox zəngin olan goji berinin meyvəsidir. Goji berinin meyvəsindən götürə bilirsiniz bu qədər. Bir stəkan qaynar suda 6-7 dəqiqə dəmləyirsiniz və gündə 2 dəfə yeməkdən öncə içə bilərsiniz. Və ya bunun artıq kapsulları da satılır və ya götürüb xırdalayıb bunu şirə formasında da istifadə edə bilərsiniz və yaxud da xırdalanıb qatığa və ya yoğurta da qarışdırıb yeyə bilərsiniz. Probiotik effekti də var, bağırsaqların sağlamlığı üçün effektivdir. Çünki digər arıqladan məhsullar kimi bağırsaq üzərindən iş görmür. Yəni bayıra çıxmanı artıraraq, bağırsaq motorikasını artıraraq arıqladıcı xüsusiyyət daşımır. Amma uşaqlıq saya əzələlərinin üzərindən təsir göstərdiyinə görə hamilələrə istifadə etmək tövsiyə olunmur. Fərdi allergiyası olan insanlar üçün də goji berinin meyvəsi əks təsir yarada bilər. Ümumiyyətlə goji berini təzyiq aşağı salan dərmanlar, şəkərli diabetlərin şəkər əleyhinə olan dərmanları və qandırıldıcı dərmanları istifadə edən insanlar doz həddini aşmasınlar və verilən dozadan daha az istifadə etsinlər. Goji beri əslində Asiyada daha çox dəbdədir, amma Azərbaycanda da tapıla bilir. Əgər tapsanız belə bir faydalarından yararlana bilərsiniz. Nuş olsun, özünüzə müğayət olun.